Bismillahirrahmanirrahim. Fihi ayatun beyinatun meqami İbrahim'e ve men dekhala kana aminen ve lillahi alen nasi haccul beyti men istata'a ileyhi sabila ve men kefere fe innallaha ganiyyun anil alemin. Sadakallahul aliyyul azim. Vesselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Peygamber ve Ali Peygamber cemalına salavat zikri. Allahümme salli ala Muhammed ve Ali Muhammed. 124 min Peygamber, 12 imam, 72 şühəda, cəmiyyən şəhidlərimiz, möminlər, möminələr, Həkimə xanımın özünün, əhl-i beytinin, əhl-i quburun, məscid yoldaşlarımız olub, əsrxaçdılar, məscidin axundi olub, Hacı Hikmət qardaşımız bu, məsciddə tikilişləri olub, tikilişində zəhmətləri olub və vaxtı ikən bizi ilə burada bir cərgədə namaz qılırdılar, qardaşlarımız, bacılarımız əsrxaçdılar, cəmiyyən ruhları haqqında salavat zikri. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Xanımın məqbərəsi üzərinə gəlib, Allahdan dinə xatir, İslama xatir, cəmaata xatir, dualar eləyirlər. Əskər balalarımız var. Əskər balalarımızın salamatlığına, zabitlərimizin, Azərbaycan xalqının xeyrindən ötürü çalışan şəxslərin salamatlıqlarından ötürü, ruzularının bol olub, ağla gəlməz bəlalardan amanda qalmalarından ötürü, qazilərimizdən yaralılar var, xəstələr var, evlərdə xəstələr var, yaralılar var, şəfa tapmaqlarından ötürü, evlad arzusunda olan bacı qardaşlarımıza xeyirli evladlar nəsib olmasından ötürü, cavan balalarımızın bəxtlərinin açılıb, ev, yurd yuva sahibi olmalarından ötürü, ruzu çətinlikləri var, məişət çətinlikləri var, münaqişəli ailələr var, sülhün əvəzlənməsindən ötürü, cəmiyyən çətinliklərin, müşküllərin həllindən ötürü, zindanda olanlar var, əsirlikdə olanlar var, valideynləri hidayətlərini istəyib, qapılarının açılmasını istəyib, qərib ölkələrdə ruzu dalıcan gedənlər var, ziyarətdə olan var, hac ziyarəti zamanıdır, səhər salamatçılıqla evlərinə, ailələrinə qayıtmalarına və bu ziyarətin arzusunda olan bacı qardaşlarımıza da həmin ziyarət və ibadətlərin nəsib olmasından ötürü Peyğəmbər və Ali Peyğəmbər cəmalına salavat zikri. Allahümme salli ala Muhammed ve Ali Muhammed. İmam Zaman əleyhissalamın dövründə yaşayırıq. İmam Zaman əleyhissalamın zühurunun təcilinə, ənvatının ruhuna və salamatlığından ötürü Peyğəmbər və Ali Peyğəmbər cəmalına salavat zikri. Allahümme salli ala Muhammed və Ali Muhammed. Elm yolunda çalışan bacı qardaşlarımız var, imtihan ərəfəsidir. Hal-hazırki vaxtda da valideynlər öz evladlarının müvəffəq olmasını istəyirlər. Onların da müvəffəq olub nailiyyət qazanmalarından ötürü cəmi balaların Peyğəmbər və Ali Peyğəmbər cəmalına salavat zikri. Allahümme salli ala Muhammed və Ali Muhammed. İndi nəzər diqqətinizə ki, Ali İmran surəsinin 97-ci ayəsini çatdırdıq. Allah təbarək və Teala Qur'an-ı Kərim ayəsi ilə biz insanlara buyurulur ki, Kəbə evində orada aydın nişanələr var. O nişanələrdən biri də məqam-ı İbrahim var. Orada daxil olan şəxs əmin-amanlıqda olar. Yəni Məkkə evinə, Kəbə evinə daxil olan şəxs əmin-amanlıqda olar və təhlükələrdən uzaq olar.
onun yəni yolunda, Allah yolunda, ərzaqla, miniklə, sağlamlıq baxımından gücü çatan şəxslər Allah evini ziyarət etmək üçün yola çıxmalıdırlar. Allah qarşısında hər bir insanın borcudur ki, əgər imkanı varsa, sağlamlığı imkan verirsə, o Kəbə evini ziyarət etməlidir. Yəni, bugünkü mövzumuz Kəbə evi haqqında həcc ziyarətinə yaxın bir müddətdədir. İnşallah bacı qardaşlarımız öz mallarını Allah yolunda xərcləyib ora ziyarətə gedirlər. Allah cəmi ziyarətdə olan bacı qardaşlarımızın ziyarətini qəbul eləsin və arzusunda olan bacı qardaşlarımıza da İnşallah nəsib eləsin. Və burada sonunda ayənin buyurur ki, burada Allahın heç bir şeyə ehtiyacı yoxdur. Yəni, bunu eləmək ancaq sizi Allaha yaxınlaşdırmaq üçündür. Yəni, insan ki, Kəbə evinə ziyarətə gedir, Allah evinə ziyarətə gedir, burada məqsəd Allaha yaxınlıq olmalıdır. Yəni, hər bir işin başlanğıcında xalis niyyət nəzərdə tutulur. Yəni, mən hacca gedirəm, Kəbə evini ziyarət eləyim, mənə də hacı desinlər və yaxud kimdənsə geridə qalmayım, filan kəs hacca gedib, mən də gedim, xeyr. Hac özü bir ibadətdir. Necə namaz bizə vacibdir, hac ibadəti də insanlara vacibdir. Yəni, insan əgər malı, mülki ona imkan yaradarsa və Kəbə evini ziyarət etmək imkanı olarsa, Kəbə evini ziyarət eləmək hər bir şəxsə borcudur. Və Kəbə evi ilk Allah evidir ki, məlumdur Allah laməkandır, amma Allah evi deyilir, Beytullah deyilir. İlk Allah evidir ki, onu İbrahim Peyğəmbər tərəfindən bina edilib və orada məqam-ı İbrahim var ki, orada insanlar Allaha ibadət və itaət eləyirlər. Və Allah biz insanlara da o Kəbə evini ziyarət etmək inşallah nəsib qərar versin. Və Kəbə evinin ehtiramını aparmaq istəyən insanlar olub. Tarixdə görürsən, elə insanlar olub ki, istəməyib ki, yer üzərində ibadətgah olsun və yaxud yer üzərində olan ibadətgahı yer üzərindən silib təmizləmək və onun ehtiramını aradan aparmaq istəyənlər insan olub. Nəb adında bir padşah var idi. Bunun da həddən artıq malı, mülki, demək, dünyanı tutan padşahlardan 5 nəfərdən də biri bu idi. Bunun da məqsədi bu idi ki, mən bu Kəbə evini aradan aparacağam. Və Kəbə evini aradan aparandan sonra kişilərini öldürəcəm və yaxud qul kimi saxlayacağam, qadınlarını da kəniz eləyəcəm, bazarda satacağam. Və məqsəd də Kəbə evinə yaxınlaşmaqda bu idi. Allah Taala həmin şəxsə bədəninə, canına bir xəstəlik salır. Bunun burun nahiyəsindən pis qoxu gəlir. Hətta nə qədər təcrübəli həkimlər gəlib müayinə eləyirlərsə, bu xəstəliyin əlacını tapa bilmirlər. Bir nəfər həmin padşaha yaxınlaşır və deyir ki, sən istəyirsən ki, bu xəstəlikdən xilas olasan, xəstəlikdən qutarasan. Deyir, bəli, mən istəyirəm bu xəstəlikdən qutarım. Deyir, sən niyyəti təmizlə, yəni Allah evinə qarşı olan niyyəti paklasın, təmizləsin. Sənin məqsədin nədir? Deyir, mənim məqsədim budur ki, Kəbə evini ələ keçirəndən sonra qadınlarına, kişilərinə zülm eləyim, qılıncdan keçirdim, qul kimi satım, kəniz kimi saxlayım. Deyir, öz niyyətindən dönsün, Allah sənə şəfaət eləyər. Nəb niyyətindən dönür, tövbə eləyir və deyir ki, mən daha Kəbə evini uçurmayacağam, aradan aparmayacağam. Və bundan sonra Allahın qüdrəti ilə, Allahın izni ilə Allah ona şəfaət eləyir. Biyaq söhbət getdi ki, insanın niyyəti təmiz olmalıdır. Bəli, insanın əgər niyyəti təmiz olarsa,
xalis niyyətlə Allah evini ziyarətə gedərsə, Allah Teala onun ziyarət və ibadətini qəbul eləyər. Əgər niyyət pak olmazsa, Allah o ibadət və itaəti qəbul eləməz. İmam Baqir əleyhissalamın ruhu haqqında salavat ki, Allahümmə salli ala Muhammed və ali Muhammed. Əbu Bəsir adında bir səhabəsi var idi. Allah Əbu Bəsirin göz nurunu almışdı, görmürdü. Kəbə evinin yaxınlığındaydı. İmam Muhammed Baqir əleyhissalama buyurdu ki, o sədalardan hacıların ləbbeyk, Allahümmə ləbbeykə ləkə ləbbeyk sədalarını eşitdi. İmam Muhammed Baqir əleyhissalama buyurdu ki, gör nə qədər hacı çoxalıb, səsləri gözəl gəlir, çox gəlir. İmam Baqir əleyhissalam buyurdu ki, sənə həqiqi hacıları göstərim. Dedi, bəli, istəyirəm. İmamın duası ilə, əlini, mübarək əlini gözünə sürtməsi ilə deyir, Əbu Bəsirin gözləri şəfa tapdı. Və Məkkə evinə nəzər eləyəndə gördü ki, həqiqi ziyarətə gələnlər çox azdır. Yəni, insanlar müəyyən sifətdədir, həqiqi ibadət eləyənlər azdır. Yəni, onu bəsirət gözü ilə İmam əleyhissalam görür. Və insana da lazımdır ki, həqiqi ibadət eləyənlərdən olsun ki, çünki Allah Kəbə evinə bizi çağırırsa, malımız, imkanımız varsa, görürsən Ramazan ayında, Qədr gecələrində Allah bizi bağışlayır, bu inayətdən Kəbə evini ziyarət eləyənlərdə də var. Yəni, insanın niyyəti saf olarsa, səmimi qəlbdən Kəbə evini ziyarət eləyərsə, Allah onun günahlarını bağışlar və anadan doğulmuş insan kimi pak eləyər. Yəni, niyyət pak olarsa, niyyət saf olarsa, Allah insanı bağışlar. Yəni, əhya gecələrində necə ki, tövbə eləyirik, Allah bizi bağışlayır. İnsan əgər əhya gecəsində bağışlanmayanda, Ərəfə günündə də bəyənilir ki, demək, Zilhiccənin 9-u oyaq qalsın, əhya saxlasın, Allahdan bağışlanmaq diləsin. Yəni, Qədr gecələrini əgər əldən çıxarıbsa, Allahın qüdrəti ilə inşallah Ərəfə günündə Allah insanları bağışlayar. İnsanlar da Ərəfat çölünə gedirlər. Ərəfat çölü də qiyamətin bir əlamətlərindəndir. İnsanlar orada Allahdan bağışlanmaq istəyirlər və Allahın qüdrəti ilə, Allahın izni ilə də inşallah Allah cəmiyyən insanların günahını bağışlasın. Biz insanların da onlarla bərabər inşallah. Peyğəmbər və ali Peyğəmbər cəmalına salavat şişirək. Allahümmə sallallahu Muhammed və ali Muhammed. Bəhreyn əhlindən insanlar gəlmişdilər Kəbə evini ziyarət eləməyə. Gəldilər, Kəbə evini ziyarət elədilər. Bir dəstə idi. İndi hər qəsəbədən görürsən 10 nəfər, 20 nəfər, 100 nəfər, bəzi qəsəbələrdən minlərlə insan Kəbə evinə gəlir. Bəhreyn şəhərindən də bir nəfər şəxs gəlmişdi, Kəbə evini ziyarət elədi, əməlləri yerinə yetirəndən sonra dostları istədilər ki, bu bizim dildə desək, sadə bir insan idi. İstədilər ki, onu elə salsınlar. Dedilər ki, sən pəs cəhənnəmdən xilas olmaq üçün məktub almadın. Dedi, hansı yerdən düşür o məktub? Dedilər ki, Kəbənin filan navalaçasının altında bağışlanmaq haqqında insana məktub verilir. Bu Bəhreyn əhlindən olan insan da, səmimi ibadət eləyən insan, getdi həmin navalaçanın üstünə, dedi, ya Xudavənd aləm, mən də bu ölkədən gəlmişəm, ibadət və itaətlərimi yerinə yetirmişəm və səndən bağışlanmaq istəyirəm. Və yoldaşlarının yanına qaydanda dedilər ki, bunu elə salmaq məqsədi ilə sən məktub aldın, deyir, bəli, mən məktub aldım. O navalaçadan bir məktub düşdü, açıb baxırlar ki, filankəs oğlu, sən cəhənnəm odundan amandasan.
Bunu elə salmaq məqsədi ilə demişlər, amma səmimi niyyətinə görə, səmimi ibadətinə görə, Allaha xatir etdiyi ibadətə görə Allah ona oddan nicat verdi. Ona görə Məkkə evinin ehtiramını saxlayan insanlar həmişə nicat tapıblar. Kim ki istəyib Məkkə şəhərini, Kəbə evini aradan aparsın, hətta ziyarətgahlar tikilib. Görürsən, indi müəyyən yerlərdə də ziyarətgah tikirlər. Fil surəsi var Qur'an-ı Kərimdə, məşhur surələrdən biridir. Əbrəhə nam bir məscid dikdi və padşah idi. Dedi ki, Kəbə evini ziyarətə gəlməyin. Bundan sonra mən tikdirdiyim evi gəlib ziyarət eləyin. Hətta bir ərəb də gedib ora natəmizlik elədi. Əbrəhə nam əsəbləşdi. Fil ordusu ilə Məkkəni fəth eləməyə gəldi. Məkkəni dağıtmağa gəldi. Və məqsəd də o idi ki, Məkkəni yerlə yeksan eləsin. Və cəmaat bu fil ordusunu görəndə Məkkənin dağlarına çəkildi. Demək, Peyğəmbər sallallahu aleyhi və səlləmin babası Əbrəhə nam onu qarşıladı bir ağsaqqal kimi, böyük kimi. Dedi ki, məndən nə istəyirsən? Dedi ki, mən səndən istəyirəm ki, dəvələrimə əl dəyməyəsən. Əbrəhə nam dedi ki, mən elə bilirdim ki, səni bu əzəmətdə gördüm, öz Məkkənin qorunmağını, yəni Kəbə evinin qorunmağını istəyəcəksən. Halbuki sən başqa bir istək istədin, öz dövələrin qorunmasını istədin. Peyğəmbərin babası orada gözəl bir söz deyir, dəvələrin sahibi mənəm, düzdür, Allah qoruyur, amma Allah evinin sahibi Allahdır və onu qoruyacaq. Əbrəhə nam qoşunu çəkir və Kəbə evinə gələndə əbabil quşları vasitəsilə həmin qoşunun başına daşlar yağdırılır. Və fillər həmin insanları ayaqları altına alırlar və yarpaq, çeynənmiş yarpaq kimi o insanların cəsədi orada qalır. Və onun nəticəsidir ki, yəni Məkkə evinə qarşı düşmənçilik eləyən, Allah evinə qarşı düşmənçilik eləyən birbaşa Allaha qarşı düşmənçilik eləyir və onun da acı nəticəsini görür. Sözümüzün əvvəlində Nəb adında insan ki dedik, Nəb özü də Məkkədən, yəni fəthindən əl çəkəndən sonra, şəfa tapandan sonra ilk insandır ki, Məkkəyə 7 dənə örtük tikdirdi, əmr elədi, onda biraz çətin idi. 7 dəfə Məkkə evinə 7 örtük, 7 pərdəni hədiyyə elədi. İnsan Kəbə evinin ehtiramını saxlarsa və niyyəti xalis olarsa, Allah onun dünya və axirətini xeyirli eləyər. Görürsən ki, Məkkədə bəzi əməllər var ki, hətta insanlar o əməllərə qarşı çıxırdılar. Deyirdilər, bu əməlləri yerinə yetirməyək. Çünki Məkkədə İbrahim Peyğəmbərdən sonra böyük dəyişikliklər olmuşdu. Bütlər qoymuşdular Səfa və Mərvə arasında. Oranın arası səhv eləmirəmsə 420 metrdir. Orada səy eləyərdilər, qaçardılar. Demək, bu başda əllərini bütə çəkərdilər, o başda da o işi yerinə yetirərdilər və bu işi təkrarlayardılar. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında ki, bu işlər buyuruldu ki, Səfa və Mərvə arasında Qur'an-ı Kərimdə ayə var, səy eləyin. Dedilər, bu cəhalət əməlidir, çünki onlar qaçardılar o bütlə bu bütün arasına sığal çəkərdilər, o bütlər götürüldü. Yəni, İslam gələndən sonra müəyyən dəyişikliklər olundu, o bütlər götürüldü və çünki o İbrahim Peyğəmbərin zamanından qalmışdı. Səfa və Mərvə arasında səy eləməyi Hacər anamız eləmişdi. Allahın qüdrəti ilə oradan su çıxmışdı. O səy eləmək məqsədi var, 7 təvaf var. Görürsən, cahiliyyət dövründə də bəzi işlər var idi ki, İslam onları müasirləşdirdi və qoruyub saxladı. Səy eləmək 7 idi, qurban kəsmək idi, hacılara su paylamaq idi. İslam gələndən sonra həmin hadisələr qorunub saxlandı, amma
görürsən ki, Məkkə evində bütlər var idi. Məkkə evi təmizləndi və yaxud o Səfa və Mərvə arasında olan bütlər götürüldü. Amma o ibadətlər ki, İbrahim Peyğəmbərin vaxtından qalmışdı, Peyğəmbər sallallahu aleyhi və səlləm həmin ibadət və itaətləri təkmilləşdirilmiş şəkildə biz insanlara çatdırdı və bugünkü gündə insanlar Kəbə evini ziyarət edir. Allah'a and verək, öz böyüklüyü, öz ucalığı, Qur'an-ı Kərim Əhl-i Beyt hörməti xatirinə, Həkimə xanımın barigahının hörməti xatirinə, Allah yaşca böyüklərimizi Həzrət Peyğəmbərə, Həbib ibn Məzahirə, cavanlarımızı Cavan Əli Əkbərə, kiçiklərimizi Kiçik Əli Əsxərə bağışlasın, xatir bağışlasın. Allah analarımızı, bacılarımızı xanım Fatimə-i Zəhra səlamullah əleyhaya xatir, Xədicə-i Kübra səlamullah əleyhaya xatir, Zeynəb-i Kübra səlamullah əleyhaya xatir, xanımın barigahıdır, bu da Əhl-i Beyt balasıdır, Əhl-i Beytə xatir, Əhl-i Beyt balası Həkimə xanıma xatir bağışlasın inşallah. Allah evlərdə olan xəstələrimizə şəfa, əskər balalarımızı salamat, evlad arzusunda olanlara xeyirli evlad, cavan balalarımızın bəxtlərini açıb, ev, yurd yuva sahibi qərar versin. Əsirlikdə olanlar var, qəriblikdə olanlar var. Onların hidayətini istəyiblər, ata-anaları, qapılarının açılmasını istəyiblər. Allah bizim günahlarımızı, onların da günahlarını bağışlasın, xeyirli ilə qapılarını açsın inşallah. Allah heç bir ata-ananı evladla imtihan eləməsin. İmtihan ərəfəsidir. Bu imtihan ərəfəsində də insanlar istəyirlər ki, evladları müvəffəq olsun. Allah öz böyüklüyü xatirinə bilik alan, təhsil alan cəmi balalarımızı müvəffəq eləsin. Allah İmam Zaman əleyhissalamın zühurunu tezləşdirməklə yer üzərində haqq ədaləti bərpa eləsin. Evlənmək istəyənlərə, ruzu çətinlik olmalılara, evlad arzusunda olanlara xeyirli evladlar qərar versin. Allah bizim günahlarımızı bağışlayıb, dünya evindən axirət evinə inşallah imanla aparsın. Cəmiyyən ibadət, itaət, dualarımızın qəbulundan ötürü Peyğəmbər və Ali Peyğəmbər cəmalına salavat ki, Allahümmə